Burada sual var, uzundur. Qısa olaraq belədir ki, əgər bir insan həyatda istər xəstəliklə, istər kasıblıqla və s. kimi zülm çəkirsə, bunu qədərə bağlamalıyıq, yoxsa Allah istədiyi bəndəsini sınağa mı çəkir? Yoxsa pis əməllərin cəzasıdırmı? İstər mömin, istər namaz əhli olmayan üçün. Bu suala aydınlıq gətirərdiniz. Cavab odur ki, insanın başına gələn bütün müsibətlər, ola bilər ki, kasıblıq olsun, ola bilər ki, xəstəlik olsun, ola bilər ki, insan sevdiyini itirmək olsun. Bu iki hal ola bilər burada. İki hal ola bilər. Birinci hal, günahların, insanın etdiyi günahların cəzası ola bilər bu. Allah Azze və Cəllə o insanı cəzalandırır, etdiyi günahları görə bu dünyada cəzalandırır. Bu ola bilər. Necə ki, Quran-ı Kərimdə Allah Azze və Cəllə buyurur ki, başınıza gələnlərin, müsibətlərin hamısı əllərinizlə etdiklərinizin ucbatındandır. Bu birinci ehtimaldır. Yəni, insanın başına gələn bütün müsibətlər etdikləri, törətdiyi əməllərdən, etdikləri günahlardan ola bilər. İkincisi, həmin insan üçün imtihan ola bilər və həmin insanın səbrini yoxlamaq, sınamaq və yaxud da həmin müsibətə görə cənnətdə dərəcəsini artırmaq məqsəd ola bilər. Şərt deyil ki, insan hər bir müsibəti günaha bağlasın. Bəzən imtihana çəkilə bilər. Məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləm başına gələn imtihanlar etdikləri günahlara görə deyil idi. Sadəcə Peyğəmbər sallallahu aleyhi və səlləmin cənnətdə dərəcəsini ucaltmaq və imtihana görə idi. Məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləmin xəstələnməsi dəfələrlə və Peyğəmbər sallallahu aleyhi və səlləmin zəhərlənməsi və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin müharibələrdə Uhud kimi misal üçün müharibədə yaralanması və Peyğəmbər sallallahu aleyhi və səlləmin övladlarını həyatdaykən itirməsi və s. kimi bunlar hamısı imtihan üçün idi, Peyğəmbər sallallahu aleyhi və səlləmin dərəcəsini qaldırmaq üçün idi. Ona görə də insan özünü yaxşı bilir. Adətən salih insanların başına müsibət gələndə, adətən onların dərəcəsinin cənnətdə yüksəlməyi üçündür. Adətən fasıq insanlarda olanda isə günahlarının kəffarəsi üçün və yaxud etdikləri əməllərin cəzasını çəkmək üçündür. Allahu aləm. İxlasla.com saytı tərəfindən təqdim olundu.